Sağ olun espresso severler. Bugün 8 Mart'a özel çok güzel bir video ile geldik. İndi isə gəlin başlayaq. İlk sualdan buyur. İlk sualım belədir. Qadınlar güclü olmağa məcburdurlar, yoxsa həqiqətən güclüdürlər? Mən cavab verim ona. Buyur. Əksər qadınlar var ki, həqiqətən işlərində güc var, fiziki olaraq olsun, nə bilim. İndi deyirlər, misal üçün qadınlar fiziki olaraq güclüdür və s. işlər onlarda daha şeydir falan. Elə bir şey yoxdur əslində. Amma cəmiyyət onları sıxdıqca, məncə, mənim fikrimdir bu, məhdudlaşdıqca daha çox güclənirlər. Mənim fikrim budur ki, qadınlar həm şəraitdən asılıdır, güclü davransın, yoxsa davranmasın, özünü kimi yanında güvəndə hiss edir, ya eləmir. Amma ondan da əlavə güclüdür. Çünki çox yük ona düşür əslində, qadına düşür. Fiziki olaraq olmaya bilər, amma mənəvi güc ki, bu nə hər şeyə... Nə güc onlara düşür təkcə? Mənəvi güc deyirəm, onlara düşür. Bu da fiziki gücdən başqa hər şeyə təsir edir. İstər mental olsun, istər psixoloji, nə bilim. Məncə haqlıyım. Məncə sadəcə o dediyin şey evlilikdə baş verir. Qadınlara da Yox, niyə? Yox, niyə? Belə normal olaraq məncə bərabərdir. Məsələn, bax, deyim, mən əsəbləşirəm. Harasa gedirəm, qohumlar arasında da elə reallıqdan götürüm. Mənim zəhləm gedir ki, mənim oğlan qohumlarım otursun, mən də onlara durum xidmət edeyim. Mən də. Mən eləmirəm. Qadınlarda da elə. Mən Amma eləmirəm. cəmiyyətin düşüncəsində elə algı yaradırlar. Əslində elə Hə, deyil. yəni mən niyə bunu eləməyə məcburam ki? Amma bizim Yəni, ölkədə durun, yayılan oğlunuza Bizim tərbiyə ölkədə edin. hə. bəziləri güclüdür, amma bəziləri güclü deyil. Prosta özlərini güclü kimi göstərirlər ki, heç kim onları əzə bilməsin, yəni. Yenə bir məcbur. Bəzilərində o gərəksiz bir ego var. Bəzilərində isə dediyim kimi cəmiyyət üzərindən belə məhdudlaşdırırlar. Ego da güc deyil axı. Bir yandan güclü, onu güc halına çevirən insanlar var. Özgüvən ayrı, ego ayrı. Hə, onu demək istədim. özgüvən Onu nəzərdə olmaz. tuturam. Yine ben Hə. haklıyam, yine ben. Yine de ben. Haqlısın Nərmin. El salın. Bölgədə yaşayan qadınlarla şəhərdə yaşayan qadınların sosial həyatında tutaq ki, nə kimi fərqliliklər var Çok və fark var. niyə? Çok fark var. Bölgədə dərkən. Yani Rayonlar. Xırdalandığı. at vermeden. Neyse. Kənddə olan əslində qadınlar, yəni aşağı səviyyəli deyillər, sadəcə dar görüşlü bir ailədən gəlirlər. Yəni onları elə bil ki, sən bunu bacarmarsan, sən bunu eləmərsən, yəni sən gülə də bilmərsən ortam içində. Kimisindən elə bil ki, özgüvənlərini aşağı salırlar. Elə şeyləri ki, təhsil alma haqqı da yoxdur, çox. Buyur. Təhsildə də həm də, məsələn, kənd yerində olanda mən elə bilmirəm, kəndçiyəm mən. Kənd bizdə, şəhər bizdə. Kəndçilər. Nəysə, elə bil ki, orada olanda mənə bir dənə qız demişdi ki, eyni mənim yaşımdadır. Qız mənə demişdi ki, mən atama yalvarmışam ki, bəs mən 11-ci sinifə qədər oxuyum, yoxsa evlənəcəm. Qız da bildiyin hicablı, dindar falan da. Qabağıma çıxır bir iki şəkli, indi statuslarda zaten. Doğrudan da yəni dar görüşlü bir ailədən gəlirlər, yəni. Bu belə-belə davam edir. Amma şəhərdə belə deyil. Şəhərdə məsələn Görürlər də, çünki başqa çox insanlar adam görür. Dünya görüşləri daha da gördükcə çoxalır. Bir qız demişdi ki mənə eyni yaşıdır da. Yaş verməməliyəm burada. Bizi qısıtlayacaq. Neyse mən elə bil ki mənə dedi ki mən məktəbi bitirənə qədər mən atama yalvardım ki, mən bitirim də məktəbi, yoxsa məni evləndirəcəkdilər, erkən evlilik. Yəni orada erkən evlilik daha da belə məşhurdur, belə deyim. Amma şəhərdə belə deyil. Şəhərdə odur ki, qızım təhsil alsın, karyera qursun, ya da ki, oğlanlardan da məsələn erkən evlilikdə O oğlanlar. dəyişir, amma hər rayonda, misal üçün bölgələrdə qalan ailələrə aiddir. Düz Çoxsunda var amma. çoxsunda var. Çünki yəni Yapmayın. Baxış açıları Yapmayın qısıtlı böyle. da olar. Baxış Amma açıları şəhərdə hamı hər qısıtlıdır. şeyi görür. Onlar da qınamaq olmaz əslində, yəni. Böyüklərdə də səhv görürəm. Məsələn, tutaq ki, elə valideyn var ki, öz uşağının təhsilini istəyər, alsın, axıra qədər tamamlasın, amma
erkən yaşda evlənən kiminsə toyunda gedir, iştirak edir. Bu da səhvdir. Sən ümumiyyətlə getmə, öz ailəmində boykot elə. Öz aləmində boykot. Hə. Öz aləmində. Sən siyasəti qızıyıb, boykot boykot. Valla sizcə qadınlar ən çox hansı sahələrdə haqsızlıqlara qarşılaşır? Ailə. Evlilik. Ailə də, yəni net ailə. Düzdür, işdə də var. Təhsildə də. Təhsildə də. Öz iş karyerasında da bir-birlərinə qarşı. O nə? Və dostluq münasibət. Hər sahədə, amma ən çox İlişkidə də məsələn, var. müqayisə etsək məncə ailə. İlişkidə də. Ümumi olaraq hə baxsaq ən çoxunluqla ailədir. Düzdür. İndi o ailədən ailəyə dəyişir də o da ki. Ailədən ailəyə dəyişir, o heç hamıya ailə. Bizə çox haqsızlıq edirsiniz. Buradan Kamu spotu. Bizə haqsızlıq eləməyin. Xahiş edirəm. Haqlısan, haqlıyam, haqlısan. Təbii ki, haqlısan. Aha, Sən qadınsan, söz deyirsən, sonra da deyirsən haqlıyam. təbii ki də Təbii haqlıyam. ki, Sonra asla. Yəni belə bir Mr. tipi tanrıçasıdır. Ailədəki haqsızlıqların qarşısını necə ala bilərik sizcə? Nəyi? Ailədəki Heç cür. Onun qadın özü bacarmalıdır. Necəsə. bu da ki, Yəni hə də ancaq üsyan edə bilərsən, qarşı çıxa bilərsən ki, Olur bu da axı. ergənlik dövründən başlayır. Başlayırsan ailənlə aran pisləşir. Hər adam Sonra eləyə bilmir amma. Eləsi Valideynlər var, o qədər ailənlə qatıdır əlaqəni. ki, Mən çox qatı valideynlər görmüşəm, eləyə bilmir. Ərgənlik dönəmi Doğru. olsun. Misal üçün, normal bir ərgən nə etməlidir? Yəni dağıtmalıdır, nə bilim, əsəbi olmalıdır, depressiyada olmalıdır. Ona belə icazə vermirlər bəzi valideynlər var. Misal üçün, əsası qadınlara aiddir bu arada. O da olan içində yığılır sonra. Yığılır, yığılır. Sürekli axırda intihar coşur. edin hamısı. Əgər həmin kişi Ailədən də sonra da ki, bir müddətə qədər ailənin bir yerdə olacaq. ailənin də çox olmur ya. Məsələn, Belə çıxması o 18 yaşına çatandan sonra öz ayaqsa qalana bir hansı ailə oyanacaq? olsun. Bizim yaşdan Həqiqətən, yəni bu yaşda da podcast quran yoxdur. O da. bir qadına verilə biləcək ən böyük dəstək nədir? Kişinin ona mane olmaması. Şimdi malum. Yox, yolundan çəkilmə demirəm də, əlavə dəstək nə olar? Zaten dəstək vermirsə də, yəni engel. Ümumiyyətlə danışmaması, Motivasiya susması, verir. susması qadın üçün məncə dəstəkdir. Çünki bəzi kişilər deyir ki, mənim elə bil ki, arvadım, həyat yoldaşım otursun evdə, ancaq yemək bişirsin. Yəni tamamilə yaxşı bir şeydir yemək bişirmək, amma ikisinin də dəstəyi olsa, ailə çox gözəl olar. Ağlıma fikir gəldi. Bəzi ailələr var misal üçün, başqa oğlanlarla müqayisə edir həmin öz qızlarına. Misal üçün, sən qızsan eləyə bilmərsən. Sən qızsan bu saatda çıxa bilmərsən, bunu eləyə bilmərsən. Müqayisə edilməməsi məncə qadına ediləcək ən böyük Bir dəstək. tərəfdən də düz eləyir də. Məsələn, gecə çıxsa indiki dövrdə İndiki dövrdə ailə çətindir, amma çətindir. indiki dövrdə bir kişi üçün də çətindir. Ona baxanda. Vaxtçı çölə çıxın, oturmayın. İndi bəlkə işi var, mütləq getməlidir. Amma qorxudan şeylə getmir ki, ya da telefonla danışırmış kimi edir ki, hə gəlirəm falan yerdəyim ki, güya kimsə bunu qarşılayır. Niyə belə bir qorxularla üzləşmək məcburiyyətindədir ki? Narkomanı var, o Qadınların tək Cəmiyyət dəstəyi qadın. maddi bir şey olduğunu düşünür çox kişi. Ay hədiyyə alım, nəysə yola verin falan, amma o deyil də, maddiyyatla düzəlmir. dəstək Kiçik şeylərə məncə kişilərin nisbətən daha çox sevinirlər. Nə kimi? Dəstəklərdə, misal üçün hədiyyə almaq deyirsən, hə? O elə də bahalı bir şey olmaq məcburiyyətlidir, Məsələn- ya da ki, pul olmaq məcburiyyətlidir. Hə, buyur. Mən istəyirəm ki, mənim evdəkilər də ailəm tutaq ki, gələcəkdə tutaq ki. Mənim gördüyüm işə kömək eləsin, amma bunu bir kömək kimi yox, bu həm onun vəzifəsi, həm də mənim vəzifəmmiş kimi davransın. Yəni sırf Bizə mənə vurmaz. yüklənməsin də. minnətlə eləməsin. Hə, Minnətlə o eləməyin. Eləmirsən. Dəstək ən güclü dəstək elə hər şeyə dəstək olmalıdır. Bu da Yanında məsələn ol. bayaq dedin ki, ümumiyyətlə şey qatışmaz. Əksinə qatışıb ona dəstək olmaq daha yaxşıdır. Sən dediyin sahiblənməyə Yox, elə yox, məsələn sən bayaq desən, kimdə də çölə gedib çıxarmır. bu Sən deyil, dedin. davamı. Dəstək olur məsələn üçün gecə onu getdiyi yerə apara bilər, gətirə bilər. Bu da dəstək. Bir dəstəkdir, amma biz ümumiyyətlə deyirik ki, niyə elə bir dövrdə yaşayırıq ki, O bizim əlimizdə olan bir şey deyil də. Zəmanə Mənim yadımdadır, bilmirəm, bir dəfə saat neçə idi, arası getməliydim. Anam mənə dedi ki, eləcəyin ki, biraz oğlan fason görün. Heç Niyə? kimsə anlat eləməz. Səncə o bizim əlimizdə olan bir şey, şəxsən mənim də olan bir şey olsa, şəxsən mən belə çıxmasın, dövlətin hökm, yəni başçısına bir olsa,
8 Mart'a bugün də hazırda da qarşı çıxan, yəni pis baxan insanlar da var. Qarşılıqda kişi olsun, qadın olsun. Sizcə həqiqətən yəni onların hüquqlarını qorumağınıza ehtiyac varmı? Onun üçün yəni özəl bir gün belirləməyə ehtiyac varmı? Elə bir insanlar var ki. Pis baxmaq Elə deyəndə insanlar var, paxıllıq bəli. eləyənlər Paxıllıq var da. eləyənlər var. Amma mən qadınlar günü keçirdim. Yaxşı. Yəni o günü yəqin bilirsiniz də Fransada nə qədər qadın öldürülmüşdü. 2000-ə, 3000-ə yaxın. Tam xatırlamıram, amma elə bir hadisə idi. Onların qanları yerdə. Hə, ondan sonra beynəlxalq bir bayrama çevrildi. Necə paxıllıq edilməsi o qədər Onsuz da oğlanlar günü var. Bu arada əlavə Oğlanlar günü eləyəm, yoxdur, inşallah Hadi bizdə bir belə neçəsi olur. var. Yandırılıb ha. deyil. Məsələn, sıradan bir gün imiş kimi davranırlar, hədiyyə alınında nəyə Bir lazımdır? kəlmə hədiyyə? söz Misal üçün deyib, təbrik eləsə insanı bəs sevindirər. deyil. Hədiyyə bahalı Təbrik olsun eləsə deyil bəs ki, onsuz da düşünülmüş hədiyyədirsə. Ən azından qadına sevildiyini hiss etdir. Qadınlar ilk addım atmalıdır Nə var elə? ilişkidə. Hə, niyə? O qadının işçisi yoxdur da. Yəni Məncə də ürəyi qadının istəyən işçisi getsin yoxdur. desin ki, mən Ay daha səni bəzi Amma- eqolu olanlar var amma ki, Kim? qadın atsında. Ki, bəziləri deyirəm də at çək. Amma münasibət olunanda məncə belə bir fərqlilik Dostluqda da olmalı. var, Okey, yəni. bərabərlik falan var, amma daha maskulin və daha feminin tərəflər var. Misal Onunla, üçün hə, bax. Hə, Mən buyur, oldu buyur. sən sözünü kəsin. Onunla əlaqəsi var bəlkə də, amma daha çox da qadınlar fikirləşir ki, mən bir oğlana yaxınlaşsam o mənimlə ciddi düşünməz. Çünki düşünər ki, mən Həqiqətən onu ya elədir elə amma, bəzi yanaşıram. oğlanlar Elə elədir. şey var, düşüncə var. Ola bilər. Düz düşünsən. Bəli. Fatimə fikirləri. Amma yaxınlaşmaq Fatimə olmaz, Səlimə. ey. Fatimənin tostoranı sevgisi. Fatimənin tostoranı sevgisi. Bax, görürəm. Ürək söylə. Fatimə saranıyoruz. Qadın ilk addım atmalıdır, ay Murat. Sənə ilk addım atan qadın haqqında nə düşünərsən ümumiyyətlə bu Neyse, fikir? addım atsa daha yaxşı olar. Bəlkə mən indi ürəyim yoxdur, addım atamıram. Ürəyin yoxdur, niyə ilişkiyə girir? Ola bilər də bu da, var. bu da elə belə özgüvənli olduğunu düşünür də. Mən tərəfdarıyam əslində. Təklif eləyin. Amma qarşınızdakı Axışına şəxsi, buraxın. Axışına buraxın. belə Düz deyirəm. nətər deyim, Bəli. pis çıxmasın. Bəli. Nətər Bəli. olsun? Hacımsınız. Aslında gətirək. Gətirin bunları. Gözəllik standartları haqqında nə düşünürsünüz? Yəni o qadının öz seçimidir, yoxsa məcburi bir şeydir? Bizim cəmiyyətdə deyirsənsə məcburidir. Məncə Məcbur dünyada deyil. məcburidir. Yox, dünyada məcbur deyil. Harda məcbur deyil bəs. Misal üçün digər ölkə indi getməmişəm, amma əminliklə deyə bilərəm ki, xarici ölkələrdə make-up eləyərək çıxmırlar, abartılı geyinmirlər, amma bizim ölkədə elədir. Bilirsən niyə? Çünki cəmiyyət özgüvəni aşağı salır qadından. Yəni cəmiyyətin Problem və trendinlə onunla formalaşır da bu şeylər. Məsələn də tutaq ki, bir qızla bir oğlan görüşür. Qız 2 saat əvvəldən durur, hazırlaşır. Oğlanla yenə bizim gibi. Hani ədalət? Niyə? Çünki Neyin olan üstündə makyaj? Sizə olan masaj eləsin, Niyə qız bunun bilirsin. məcburiyyətindəymiş kimi olur? Sən kimi Düz Eləməyə bilərdi. Eləməyə bilər. İstəyən eləməyə bilər. Bəzi qızlar özünü başqasının standartlarına uyğunlaşdırmaq istəyirlər. Ki sırf o məni bəyənsin deyə. Mən özümə görə özünə bəyənməsə başqası səni deyil, necə amma bəyənsin? eləmir. Siz sual verə bilərəm hamı. makyaj silmək. Buyurun. Tamam. Əgər dünyada kişilər olmasaydı, siz də qızlar makyaj eləyərdi. Hə, eləyərdi. Mən özümdən tutub 50% eləməz, 50% eləməz. Çünki biz sənin eləyərdim. paxıllıq deyilən bir şey var, qısqanclıq deyilən bir şey var. Qadınların öz arasında. Bəzən deyirsən. onun haqqında ki, bəzən O da ola bilər. qadın qadını belə başqa gözəllik standartına şeylir, yargılayır. Ha, Ki- bax, onu ki- deyim. Qadın qadını da qısqana Yəni, bilər. Onun qadın yanında dediyin mən daha belə qəşəng olmalıdır, görünürəm. qadın dediyin Yəni, belə bu dövrdə olmalıdır. kim olardı ya? Buyur. Qadınlar qadınlara dəstək olur, yoxsa olmur? İndiki zəmanədə Azərbaycanda. İndiki zəmanə nəzərdə tutursansa olmuyor. Fəlsəfə Yox, var da eləmir. bəziləri olur. Ha, çox az. İnsandan insana asılıdır o əslində. İnsandan asılı, amma ümumi Xarakterə danışsaq görə az. dəyişir. Məncə daha çox qısqanclıq var köməkdən çox. Hə, doğrudan.
Qısqanırlar bir-birlərini. Paxıllıq çəkirlər hətta. Yox, elə deyil. Qadın birliyi var. Mənim ətrafımda paxıl, qısqanc qadın indiyə kimi olmayıb. Necə yəni Olmuyor. İçdən qısqanan da var. içdən Düz deyil, qısqanan da o var. Onu sən mən söylə bilə bildirmə. bilmərəm, amma mənim qısqanclığa görə dalaşdığım, əlaqəni kəsdiyim insan olmayıb. Görürəm. Onda o sənlik bir şeydir. Mənim bir şey deyil, təbiətə ətraf sahib elədir. deyə Ətraf ətrafını elədir. Yox, nə Yox, olar? mən çox görmüşəm aşırı dərəcədə. Sən Ya, qadın Sən harda deyil. görmüsən? Qadın. Niyə qadın dostum var da? Faktiki başqa qadının paxıllığını çəkir. Yaxşılıq eləyər, prosta içində amma qısqanar ki, mən edirəm. Yəni özünü yaxşı göstərər birinci tərəfi. Yəni 200-ü var da, yəni 200. Yox, indi belə qadınlara paxıl dedi, Həmin 200 insana dedi. 200. Nə oldu? Heç də deyil. Yox, həmin dediyi Bəzən insana 200 aydın bəzən. olmayan Bəzən deyil deyir, ki. hamısı yox. Vurğulayıb zəhmət olmasa mən üstümə götürürəm. Biz sən necə Fatimə? Bəli, bəli. Əsəbləşmə, üzülmə. Razı deyiləm sənə. Bəzi qadınlar elədir amma həqiqətən düz deyir, 200'lü olurlar həmin nəzərdə tutduğumuz Aha. qadınlar. Amma hamısı ayrı deyil zaten, əksəriyyəti elə deyil məncə. Yox, var da, yəni. Var da, vardan danışır Kişilərin də zaten. küzdülər olur da. Yəni, olur da. Yəni normal bir Ya alqışlanın. Qadınların geyimi, cəmiyyət tərəfindən müzakirə mövzusu ola bilərmi? Xeyr, mümkün deyil. Nəfsə. Çünki hamının öz şəxsi seçimləri var da. Yəni kim necə istəyir elə Məncə də yaşayır. xeyr. Mənim bir- tələbəm. Rahat ol. Sən? Aa, Bilirsən necə? Bəli, deyil. Hər qadın fərqli bir geyim geyinirsə, bu o deməkdir ki, hamısının zövqü fərqlidir. Ona görə də bu məncə müzakirə amma abartılı şey. Geyim əxlaq ölçüsüdürmü? Yox. Yox. Amma abartmamaq lazım da giyinəndə də. Mən haqlı, yəni razıyam. Haqlıyam. Sonra şey. Paltarsız çölə çıxma da. İndi mən nəsə geyinti. Bəziləri var. Sənin paltarsız anlayışında gördüyün bir insan əxlaqsızdır. Mən çox deyirəm, bilirəm. Paltarsız Ha, millətin xoşsuzluqda içində da. Mən fikrimi deyə bilərəm. Əxlaqsız deyə bilmərəm. O öz şəxsi həyatıdır. Yəni ona mən tanımadan birinə əxlaqsız deyə bilmərəm. Amma mənim fikrimcə özgüvənsizdir. Oh, əla. Düz deyirsən. Aşırı qısa geyinən biri özgüvənsizdir. O tərz ola bilməz çünki. Özünü kiməsə Özünü- Mən bəyəndirməyə bildim sən çalışır nəyə da. nəzər alırsan, o Ha. tərz deyil həqiqətən. Əgər Bu o suala düz qədər danışır. başım ağrımırdı. Bir dəqiqə başım ağrıyır. Sən bir də əsəbləşmə. Dərman, baş ağrı dərmanları. Hey, orada. Kimsiz axı bir qadına əxlaqsız. Mən bir şeydə razıyam ki, harda razıyam? Hə, əksəriyyət elə olur. Əksəriyyət elə olur. Amma hamı elə deyə bir şey yoxdur axı. Mənim bu Hamıya qədər aid tanışım eləmədik. var. Hamı düz deyil, hamıya aid eləmədik. Axı ümumi danışanda hə bu qrup belədir. Bu qrup belədir deyə onu adlandırırsınız axı. Adlandırma, hamıya aid deyil axı bu. Nəysə. Yəni, Səncə necədir? Aşırı qısa geyinən biri özgüvənsiz deyil səncə? Yox. Niyə? Niyə? bəs? Tərzidir səncə? Yəni Nəmin bir qadın olaraq bizə qatılır, sən niyə Mənə qatılırsan? qışqırma. Mən qatılmıram ay qardaş, sizə nə onun geyimindən? yox, doğrudan yargılamazsan birini. Yargılamaram. Ay bala, istəyir geyinməsin. Yargılama, içində düşür. Nətər olur, giyinməsin Ay bala, nədir? onun həyatıdır. Mənə nə, sizə Nə nə? olsun, biz görürük axı. Görmək istəmirəm mən elə bir mənzərə. Baxma da. Amma açıq Baxmıram, başım aşağı gəlirəm. Baxma deməyin. Adamın gözü sataşır. Mən qız olanda mən gözüm sataşır yəni. Bax, bax. Sən bir sual verdin bax, övladın var qız uşağı, çox qısa geyinir və hamı da ətrafdan o baskı edir. Ən azından Nə deməsən ki, bastır? Azərbaycanda yaşayırsan, qısa geyinən adam nə deyirlər? Yoldan keçəndə belə. Ay, ay, Mən tanıdım. Dəhşət Uşaqlara özgüvənli bir pis, insan balaca var uşaqlar və elə- elə geyinir ki, yəni sən görsən, deyərsən ki, ay bu özgüvənsiz, amma xeyr, əksinə çox Bilirsən, özgüvənli. biz hamısına balaca aid uşaqlar- eləmədik ki onsuz da. Hər hamısı Dedik ailə. bəziləri. Əsəbləşməyə bu qədər bizə. Aydan niyə Sən mənə nənəsən verirsən? deyə? Bir mən öz davarım, mən davarım. Sən eşrəfdəysən, nə yeri sən Su üçün də üstünə. Adəmin feminist arılar orada ortada. deyil. Mənə qaçmaq deyə bir şey yoxdur ki. Amma hər nə Əlaqəsi qədər də olsa, kənar şəxslərin fikirləri insana 1% belə olsa təsir edir. Elə bir şey Umurumda bile düşün. değil. Sən vecdə deyil. Mən sən desəm sən çox çəkirsən, vecdə olmur. Vecin olaraq bax bilsən psixologiyasını pozar, hə. Amma bu Sən onun bilsən psixoloji pozanda hərəkətlərinə nə? təsir eləməsin. Sən psixoloji pozan nəyə gəlirsən? Əsas elə Ölümə psixologiya kimi düzgün gedir. olmasa da. İnan ki, yaradan çox psixoloji daha çox təsir edir. Mən Tamamdır. öldürsün amma
Psixoloji oynasın. Səhərə qədər dil tökün, mən öz dediyimdəyəm. Sağ ol. Haqlıyam. Məni bir dənə Fatimənin Tostoranı səhifəsi dəstəkləyəcək. O da nə vaxta qədər şey yaşayasınız? Əgər bura Azərbaycandır, burada belə eləmək olmaz. Nə vaxt dəyişir? Nə vaxt qopartırıq bu zinciri? Ben O hiç düşüncə bilmiyorum də ama deyil. doğrudan düşünenler var. Böyle Başqa ölkələrdə elə deyil, hayır Fatimə. Gərək hamımız gedək. Gedək. Fatimə ilə Ülvi qalıb Dubayda. Dubay aeroportu partladı. Bu məlumatı nə edirsiniz? Dərdi baxam. Dərdi baxam. Xamey. Sonra Xaricə gedək demişkən xaricə gedin. Mərkəzdə din hazırlığı, uşaqlar üçün xüsusi proqramlar, General English, IELTS, TOEFL, SAT, GMT, GRE və CSA üzrə peşəkar təlimlər keçirilir. Family School-un əsas məqsədi tələbələrin maraq və potensialına uyğun ən doğru təhsil yolunu müəyyənləşdirərək onları beynəlxalq təhsil mühitinə uğurla hazırlamaqdır. Xaricdə təhsil almaq istəyən tələbələrə peşəkar məsləhət və dəstək göstərən bir nömrəli təhsil mərkəzidir. Family School xaricdə təhsil mərkəzi tələbələrə həm milli, həm də beynəlxalq təhsil məqsədləri üçün geniş xidmətlər təqdim edir. Böyük bir problemimiz var, bu bəllidir, aydındır. Problem də nədir? Bax, bizim bu mövzumuzun adı, suallarımızın əvvəlində qadın sözü var, qadınla başlayır. Niyə problemlərimiz ancaq budur? Bunu bir hamı özündə düşünsün, sorğulasın. Niyə belə bir duyar kasıb kişilər haqqında danışmırıq da, qadınlar haqqında danışırıq? Bunu da bir düşünsəz, hərə özündə öz həddin bilsə, məncə artıq əksi heç nə də olmaz. Deməli, bir dənə izləyicimiz belə yazıb. Qadınların bizdə digər ölkələrə nisbətən daha yaxşı, yoxsa daha pis şərtlərdə yaşadığını düşünürsüz? Daha Düşünürsüz? Sualdır. Baxır da, Sual ölkədən ölkəyə. qoymuyor, sual Məsələn, qoymuyor. müqayisə eləsək, Əfqanistan indi nə gündədir Talibanın Hə, düzdür. rejimində. Biz onlara baxanda hardayıq? Yaxşı yol olar. Beşindən pis onundan yaxşıdır. Qatın qalxmış ki. Hə, həqiqətən də, yəni. Beşindən pis onundan yaxşıdır, yəni elə də pis deyil. Mən çəksən nə? Məncə qadın Sağ ol. qadındır. Wow! Oy. Bu mənə Mövzunu bitirən cümlə. Qadın qadındır. Sağ ol. Bir dənə izləyicimiz yazıb. Cəmiyyət qadınların sadəcə evdə oturub uşağa baxmağını istəyir. Durmadan sizin buna düşüncə tərziniz necədir falan belə bir şey. Çox pis. Yanaşmamız. Baxmalıdır, amma məcbur deyil də, yəni baxa da bilər. Bilirsiniz necə? Uşağın Özünü yandırmamaq üçün deyirəm. Uşağın psixologiyasına Mən da sözüm təsir üstündə edir bir məncə. Həm ana, həm ata ikisi də işləməlidir, ikisi də eyni anda uşağa baxmalıdır məncə ki, sevgi eyni. Dəstək Bəs gəlir yerə Dəstək də olsun. həmçinin. Niyə anası Kiri. İkisi də işləyir. İkisi də işləyir. Şivə qaynaşır. Həqiqətən, Yəni əsərləşəndə baxıcı tuturlar, pis yox. Misal üçün. Bəli, pul yoxdursa, Pul yoxsa ikisi işləyirsə necə pul olur? çatdıramırlar. Mən elə göstərmişəm ki, Zaten Azərbaycanda elə bir şey yoxdur. Mənim anam atam belədir. Ana evdə olub, ata həmişə işləyib. Amma məncə ana Ailədə tərbiyə çox şey önəmlidir. olmayıb. Bizim ailədə hər iki valideynim işləyib. Görsən Mən də nadirən nə o baxdı, Azərbaycanda. yəni. Mən çatdırırlar, elə bir şey var yəni. məcbur olsaq, hə. Amma məncə ana Uşağı- tərbiyə çox önəmli uşaq üçün. Məncə ən çox ana öyrədir. Təhsil ana öyrədir. Yo, məncə ata da Bir olmalı. uşağın Ata okey, ata olmalıdır. Sözsüz o. Yox, uşaq ucu ayaqlananda, yəni ana təzədən işləyə bilər də. Ana o qədər sevgi verir ki, atadan Bir gələn müddət- Ata tərbiyə verməlidir, ana sevgi Hələ verməlidir. əlaqəsi. Uşağın olsa, vəziyyətiniz yaxşı olmasa ki, ancaq yəni uşağa baxmaq məcburiyyətindəsən, yoldaşın da işləməlidir. Qəbul edib bir müddət uşağı böyütməyə ayırarsan vaxtını sən. Mən doğuram, niyə də vaxt ayırmayım? Aa, Səhv demir ki. nə səhv dedim, düz deyirəm də. Sən baxmasan uşağa. Mən də baxaram.
Bir soruşum, anan baxıb sən yoxsa atan baxıb? Mənə anam baxıb. Yaxşı, bəs sən Mən anan da də eləyərəm ona baxmasaydı. dediyim şeyi. Mən də eləyərəm. Amma mənim vəziyyətim yoxdursa, Əziyyət bir çəkib dəqiqə, doğram axı mən. bir dəqiqə olar. Mənim Bildikdə əziyyət çəkirsən. Mənim o vəziyyətim yoxdursa, mən onu 9 ay əvvəlcədən fikirləşib ümumiyyətlə uşaq haqqında düşünmərəm. Yəni Aa, bu qəşəngdir. Bu qəşəngdir. İndi Valideyn olmaq, aha evləndin, valideyn olmaq deyil. Əgər sən həqiqətən həm bura baxımdan hazırsansa, sən valideyn olmağa hazırsan deməli. başa düşdüm, dəhşət sevirsən, yaxşı Hə. get evlən. Amma bir müddət ailənizi, evinizi qurun, sonra uşaq. Hazır olun. Ondan bir sonra də buna Sualı mənə elə vermədi axı. Dedi ki, yəni belə aşağı səviyyəli bir ailə olsaydı. Onu dedim mən də eləyərəm, amma vəziyyətim pisdirsə mən ümumiyyətlə uşaq haqqında uşaq da düşünmərəm. olmaram, düz deyir. Yaxşı, vəziyyətin yaxşı ol. Uşaq dünyaya gətirsən, o vəziyyətin olmadı, nə edirsən? Sonradan vəziyyətim olmadı. Onda da güzəştə getmək məcburiyyətindəyim. Gedərəm. artıq bəzi şeylərdən Bəzən sərxan. indi gənc qız kimi düşünürəm, amma onda yəqin ana kimi düşünərəm. Səs sosial olmaq tamam başqa. Qadınların uğuru niyə bəzən qəbul olunmur? Çünki qısqanırlar. Qəbul olunmur. Nə olmur? Əksinə yəni elə ailələr Uğuru var. məsələn, Fəxr evdə edir. məsələn qadın uğur qazanır. İndi ailəli olanlar da qadın uğur qazanır. Kişi deyir ki, boş-boş işlərə vaxtını xərcləyirsən. Onların bu şeyləri bacara biləcəyinə inanmırlar da ona görə. Hə. Uğurunu aşağı, uğur qazanır. Deyir ki, yüksəyə qalxacaq, pulu olacaq, məni boşayacaq, nə bilim, özünə həyat quracaq, amma elə deyil. Qadında elə olmur. Mən sizə- Əksəriyyətində elə olmur məncə. Mən həmişə səni deyirəm. Mən sizə bir xatirəm danışım. Yadımda deyil hardasa. Dedi ki, başladı. Neyse. Lütkan bax, lütkan. Bunları da qeyd edə Fatimənin tosturanı. Neyse. Qısa danışacağım. Bu sevdadır. Nə vaxt danışmağa başlayıram, belə deyək sevirəm. Neyse. Hə, bir tədbirdə bir qadın yoldaşı ilə tədbirə gəlib, amma çöldə yoldaşı ilə dalaşırdılar. Yoldaşı qışqırırdı qadının üstünə ki, bəs sən bir dənə sertifikatdan ötürü gəlmisən bura nə? Əməlli başlı, yəni dəhşət qışqırırdı. Mən o qadına dəhşət üzüldüm ki, kaş boşansam. Kaş boşansam. Sağ ol da bir dənə uşağın psixologiyasını bərbad elədi. Niyə? Yəni, Niyə üçün? məsələn, ailəsiz qala bilməyən uşaqlar var. Uşağa görə boşanmasınlar, onda dəhşət uşağın psixologiyası bizə nə olur? Yox, heç nə olmur. Sen aşkı anlamaz bilmez, gül yansa ağlamaz sakin. Ben akmayan gözyaşında seni severdim. Nə Düz deyir. bilirsən? Daha ver. Olur ya, amma olur. Nə Yo, bilirsən? boşanmalıdır. Sen aşk Onun yerinə sırf qaynanalar Uşaq olsa belə. Yox, Uşaq olması da boşanmalı. Uşaq, xahiş edirəm, valideynlər, gəlsin. uşaqlarınıza görə boşanmamazlıq eləməyin. Gedin boşanın. Məncə Amma hamının əlində Məncə olan belə şey qismən, deyil. əgər o qələti elib evlənsə, axır yerdə evdə qalmalıdır. Belə bir qismən sən bu evləndə bunu tanımırdı mı? Niyə evləndi? Yo, Ola insanlar dəyişir. Əsas Sonradan keçə bilməyəcək Dəyişir şeylər də insan ola sən bilər. kimlərdir? Bir ildir sevgili gəlir evlər. O insan dəyişir. Yo. Sən bir insan 10 il, 20 il tanıyandan, 10 il, 20 il olmaz. Olsa 8 il tanıyır sonra. Səncə nə qədər dəyişə bilər? Hadi. Mənim tanışlarım var, qohumdular da, ad verdim. Ad və da verdin. Bana bilirlər Yo, kimlər. izləməyəcəklər bilirəm. İnşallah izləyərlər. 8 ildir sevgili qalıblar, sonra Onları evləniblər. izləsinlər. Bir də zəhmət olmasa, 8 il sevgili olublar, sonra evləniblər. Uşaqları olub, 1-2 il sonra birlikdə qalıblar, sonra boşanıb. Səbəbi nə olub? Səbəbi kişi onu döyürdü deyə. Niyə döyürdülər? Bilmirəm. İçib döyənlər də var. Yoxsa Yəqin düşüb döyürdü. O problemi deyil. Səbəbi olsa olar. söhbət qadın şiddətinə getmək, qadın Elə şiddət bildim. eləyən başı kəsilməlidir. O söz düz. Alqışlayın bu Yəni səbəbi. insanlar var. Qadına şiddət eləyənlərin başı kəsilməli. Bəli. Sonradan alqışlar. Qaybəsən Şeylərimizdir. Tıka ver, tıka ver. Bir dənə də sual var. Aha. Onu mən çox bəyəndim, amma səsləndirə bilmirəm. Yəni buralara falan bir yuxarı zada aşağı hara qoyarsınız, qoyarsınız. da. Səsləndirməm merak Yəni biz o hardan cavab verir? O düz deyil yəni. Bir də baxım belə. Sualı bilirsən? Bunun yekunu bu ola bilər ki, sözüm uzundur, Uzundur, amma sıxışmır. Bəli. Bəli. Alkışlayaq, Mövzu dərindir, alkışlayaq. amma dayanın. Bu
qədər. Bizi izlədiyinizə görə sağ olun. İzlədinizsə Abunə olun. izləyin. Like atın. Yorum Comment yazın. atın. Ne nesreliyin. Fatma'nın TikTok'una Telefonumu sansür qoyum. TikTokumu sansür qoy bura tüt. reklamla bir reklamda.